İran ABŞ üçün çox gərəkdir. Birincisi, İran olmasa, ABŞ hərbi sənaye kompleksi 100 milyardlarla gəliri itirəcək. Çünki oradakı ərəb qardaşlarımız İran bir dəfə gözünü ağardan kimi həmən dəqiqə qorxuya düşürlər. Gedirlər əllərinə nə gəldi alıb gəlirlər silahdan ki, bunun bilirsiniz, bizdə də var da elələr, yəqin görürsünüz. Dükana, bazara gedəndə biri deyir, axtarır gözündən, yaxşısını götürür. Biri deyir, mənə layiq nəyim var. O da götürüb 3 manatlıq şeyi buna 300 manata satır, bir getdir. Ən əsasında indi Rusun silahı da daha sınırsız alınmır deyənə Amerika bazarda laf belə at oynadır orada. Ona görə də təbii ki, İran ona çox sərf edir. ABŞ da indiyə kimi sata bilmədiyi, məsələn, Bradley MK-113 V1 zirehli maşınlar vardı. Tennessee, Oklahoma və Denver ştatlarında yığılıb qalmışdı 1100 dənə. Onu satdılar Saudi Ərəbistanına. Məsələ orasında orada kondisioner yoxdur. Səhiyyədə 50 dərəcə istidir, pişirlər. Bax, Rusilər ona görə Günəbaxan tüm kimi çitdirirlər Saudi Ərəbistanın ordusunu, o Bradley'nin içində qaynayırlar. Təsəvvürün 50 dərəcə isti o maşın necə qızır. Bu yetimlər də açırlar, yuku başlarını çıxarırlar, pişi istidir. Onlar da elə snayperlə, özdə belə ciddi snayper yox, adi şopqaq Drandulet SVD, snayperskaya vintovka Dragunova ilə 60-cı illərin tüfəngi ilə vurub onları məhv edirlər. Yəni, Husilərin videolarına baxın, görün onlar necə. Hamısı açıq. Və üstəlik də düşünün ki, ABŞ-ın sadəcə, deməli, Oregon ştatında su istehsal edən bir şirkət var. Husilərə qarşı əməliyyat başlanan qədər bu şirkət güclə ayaq üstə dayanırdı. Amma Saudi Ərəbistanı şeyxi gəldi, mənə layiq nə var deyəndə, onlara dietik su adlı su satmağa başladı. Dietik su, bilirsiniz də, bu absurdun son həddidir. Dietik sunun bir pet şüşəsini, yarım litrini 1,75 dollardan hərbi müqavilə imzalandı və bu şirkət bu dəqiqə deməli, həm ABŞ fond indeksində, həm Standard Poor 500 indeksində 134-cü yerə qalxıb. Son 5 ildə bu şirkət üst-üstə 62 milyard dollar net kar əldə edib. Yəni, bu sadəcə bir misaldır. İranın vurulması həm də ona görə lazım deyil ki, İran daxilində bəli, siyasi parçalanmalar var, siyasi qruplaşmalar var, çoxsaylı rəsmi və qeyri-rəsmi partiyalar, güclər, bloklar var. Bunlar hamısı bir-birinə qarşı mübarizədir. Amma İrana xaricdən təhdid gələn kimi onlar bir arada birləşəcəklər. Amma bu təkcə İrana aid deyil, Elçi bəy, bu başqa ölkələrə də aiddir təbii ki. Yox, başqa ölkələrdə vətənpərvərlik ideya uğrunda birləşir. Amma İranda biz bir şey unutmamalıyıq ki, Şiəlikdə Cəfəri təriqətində xüsusilə xəlvətiyyə anlayışı var. Bu vaxtilə Abbasilər xilafət sonunda Abbasilərin bütün hakimiyyət institutu farslardan ibarət idi. Döyüş qüvvələri daha çox bərməkilər idi, amma onlardı, farslar da var. Bəli, bəydilər və bərməkilər idilər və döyüşçülər də türklər idilər. O türklər sonra Abbasilərin qan udurdular, Fatimiləri oldular. Sonra Misri ələ götürdülər və s. və s. və s. Bu uzun söhbətdir. Amma yəni, savaş ordu bizimki idi, türklər idi, amma düz deyir. Bəli, tamamilə doğru. Tamamilə, həm sərkərdəkin hamısı. Hətta Ərəb Abbasi xəlifələr son anda canlarının qorxusundan Bağdadı tərk edərək özlərinə yeni şəhər tikmişlər. Səmarrada türklərin kazarmalarında yaşayırdılar. Yəni, bu da bir faktdır. Amma sözüm onda deyil. Cəfər Bərməkinin, Cəfəri təriqətinin banilərindən birisi olan Cəfər Bərməkinin, həmçinin Hüseyn Übeydullah İbn Bəydənin, Şeyx Cüneydin vaxtından İran hakimiyyəti bir şey əxz edib. Xalqı itaətdə saxlamaq üçün onlara bir mifologen vermək lazımdır. Bir Mehdiyyun arzusu, gözləntisi vermək lazımdır. İranda iki güclü ideologen var, o hamını birləşdirir. Birincisi biyyətdir. Nədir? Bilirsiniz ki, İslamın ilk 4 xəlifəsi zamanında Həzrət Əli əleyhissalam 2 dəfə xəlifə seçilməli idi, seçmədilər. Birinci dəfə Məhəmməd Peyğəmbər əleyhissalam vəfat etmişdi, onun cəsədini yuyanda, ona heç xəbər belə eləmədilər, Öməri xəlifə seçdilər. Heç adama demədilər ki, biz xəlifə seçkisi aparaq. Amma Həzrət Əli əleyhissalam öz müdrikliyindən, öz böyüklüyündən irəli gələrək və ümmənin dağılmasına səbəb olmamaq üçün, yəni şəriyə və təriqənin yaranmaması üçün
razılaşır. İkinci dəfə də bilirsiniz ki, Osmanın vaxtında yenə də Həzrət Əli əleyhissalam seçilməli idi, seçilmədi. Və bu gözlənti, bu ürək sınmaq, bu yararlılıq çox güclüdür İranda. Və belə olanda xaricdən xüsusilə Trump, xüsusilə olar ki, deyirlər, mərgəbər Amerika. Trump'da da o ağrı var da. Trump da deyirdi, mən olsaydım, bax, mən seçilməliydim, seçilmədim. Amma mən o şey var, Trump'da da ənənə var, mən sizə deyim. Özdə ki, hər dəfə də onu deyir, mən olsaydım, müharibə olmazdı, mən olsaydım, bax, mən. Onda da var, o belə bir şey var onda. O Trump'da nambrilizmdir. Nambrilizm hər bir insan öz göbəyini kainatın mərkəzi sayılır. Nambrilizm xəstəliyi. Egosentrizmin ən sinusoidal baxımdan yuxarı ekstremum nöqtəsidir. O bizdə də var, bəzi siyasətçilərdə də var. Məsələn, yaşadığı məhəllədə heç onu saymırlar, heç doğma həyat yoldaşı onu fikrini önəmə almır. Amma çıxır televiziyada deyir, mənim fikrimcə Trump belə etməli idi. Sən kimsən? Sən kimsən də? Məsələ burasıdır. Sən arvadının icazəsi olmadan televizorun pultunu götürüb kanalı belə dəyişdirə bilmirsən. Sən Trump'a ağıl öyrənirsən. Və yaxud da baxırsan ki, qalstuk geyinib, axşam saat, bax, indiki vaxtda 9-dur, oturub evdə mətbəxdə qalstukla müsahibə verir. Sən bağışlayın, Şlezvig-Holşteyn hersoqısan, Münhen kürfüstüsən, sən şatoda yaşayırsan, sən hansı balaca üç otaqlı mənzildəsən, hansı birimiz evdə axşam 9-da qalstukda gəzirik? Bu mənim üçün çox maraqlıdır. Bax, Trump bu cür adamdır. Trump deyir ki, yəni mənim kimi adamdır. Yaxud mən Trump kimi adamam, yəni mənim kimi adamdır. Ola bilər, adamlar deyə bilərsən, arvadlarına işiniz yoxdur, özlərinə düyündə işiniz yoxdur. Yox, Trump mən eynən dediyimidir. Trump səndir. Trump deyir, mən buyam. Və mən gəlmişəm sizin saxta, sizin yalan, sizin bir-birinin gözünə kül üfürən dünyanızı alt-üst edəcəm. Mən gəlmişəm ki, Amerikalıların pulu Amerikada qalsın. Trump bunu deyir. Trump deyir, dünya batırsa batsın, nə işin var? Bax, bunu Mirzə Ələkbər Sabiri Trump oxumayıb. Oxusa 100% birinci stat deyər. Niyə ki, Sabir lazımdır, yanımızda o qədər adamları görürük ki, mənim nəyimə lazımdır. Sanla, cəməhənnəm olsun, 5 manat gəlsin, odur da həmən adam. Trump, mən bu işdə Trump'ı tamamilə dəstəkləyirəm. Trump deyir, İranla ərəblər qırır bir-birlərini. Qoy qırsınlar. Mənim üçün faydalıdırsa qoy qırsın. Avropa, deməli, Marshall planından sonra, General de Gaulle'un vaxtından, Konrad Adenauer'ın vaxtından ABŞ-ın hesabına özünü güclü hesab edib, ABŞ-dan alınan çox milyardlı yardımlar hesabını yaşayıb və indi də ABŞ-a ona ət verən əli tişləyib. Trump deyir, yaxşı, mən çəkirəm. Gedin nə halınız varsa görün. Ukrayna yardım etmişsiniz, gedin edin.